Bismillah. Uşaqlara mütləq hissə tozu verin hər gün. Çalışın elə belə çeynəsinlər və yaxud da ki, yeməklərinə tökün. İmmuniteti artırır. Mineral, vitamin baxımından zəngindir. Çiçək tozu əsas uşaqlar üçün və böyüklər hər gün bir çay qaşığı qəbul etsinlər. Xatırladım ki, yaxşı çiçək tozu bizdə də var, problem yoxdur, verə bilərik. Güləm də var, çiçək tozu da var, bal da var, utindi də var, peyğəmbər çiçəyi də var, alaqanqal toxumu da var, kətan toxumu da var, çiya toxumu da var, səfəran da var, problem yoxdur. Buradan yoldaşımın səhifəsini sabitləyirəm. İnşallah səhifəsindən daxil olun, yazın, versin. Mənim vaxtım yoxdur ona.